Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilərim və izləyicilərim. Deməli, bir növbəti kombinədə işə saldım. İndi sizlərə burada bir-iki şeylər var, onları mən sizə başa salım ki, yəni sizin də çətinliyiniz olarsa, dediyim üsuldan istifadə edərsiniz. Deməli, birinci növbə kombini aktiv edirik. Yəni gördüyünüz kimi aktiv edirik, kombinimiz işə düşür. Aktiv olur. Bir də burada gördüyünüz təzyiqi görürsünüzmü burada? Bunu pastiyanlı bir yarımda saxlayırsınız təzyiqini. Bir yarımda qalır. 2 atmosferə qaldırmayın. Bir yarım təzyiqdə qalsın. Yəni uzun ömür işlətmək istəyirsinizsə, dediyim qaydada olunsun mütləq ilə. Əgər yox, təzyiq düşərsə aşağıya, gələrsə birdən aşağıya, kombi xəta koduna çevirərsə, altında gördüyünüz bu krantı görürsünüz. Saat istiqamətinə bağlanıb, əks istiqamətinə açılır. Yəni təzyiqi artırmaq üçün. Bir əliniz krantda olduğu halda, bir gözünüz də buradan baxdıqca bareldə olur. Yəni barel nə qədər qalxıbdır görəsiniz deyə. Görürsünüz. Bir də tutaq ki, belə bir şey deyim mən sizə. Çoxları bir problemlə rastlaşır. Mən o halda da bir izah vereyim. Əgər qaldırarsınızsa təzyiqi, tutaq ki, nizamlaya bilmədiniz, suyu çox açmısınız altında, krant, dediyim krantı görürsünüz. Çox açmısınız, barel qalxıb 2-yə. Kiminsə əgər krant varsa yaxınlıqda, belə bir krantı varsa, misal, kombidən gələn. Yəni açıb təzyiqini ala bilər. Aşağı, misal, bir bar yarıma düşənə qədər. Az miqdarda açmaq lazımdır. Yox, əgərlərim olmazsa birdən krant qoyulmayıbsa, təzyiqini almaqdan sarı. Ataplenlərin üzərində bir daha onu mən sizə bir də canlı görsədim ki, yəni ataplenin üzərində olur. Deyə gözləyin. Gördüyünüz halda ataplenini görürsünüz. Hər bir ataplenin üzərində havasını almaq üçün yeri vardır. Gördüyünüz kimi bir dənə açardan istifadə edirsiniz. Ataplenin açarından. Buradan havasını alırsınız açıb. Mən sizə belə görsədib canlı ki, siz onu görün. Bir də diqqət edirsiniz. Tutaq ki, bax, belə bir açardan istifadə edirsiniz. Görürsünüz, əlimdə, bax, belə. Belə bir açardan istifadə edirsiniz. Taxırsınız bura. Keçirdikdən sonra bunu döndürürsünüz. Saat istiqamətinə bağlanır, əks istiqamətinə açılır. Yəni ona mütləq diqqət edin ki, yəni dəqiq bilində.